Salam əziz və hörmətli müəllimlər. Bugünkü mövzumuz müəllimlərin etik davranış qaydaları olacaq. Əvvəla onu bildirim ki, müəllimlik təkcə bilik ötürmək sənəti deyil, həm də yüksək mənəvi dəyərlərin təmsilçisidir. Bu gün biz təhsil sistemindən bəhs edərkən, təbii ki, müəllimlərin etik davranış qaydalarından da bəhs etməliyik. Müəllimin hər bir addımı, hər bir sözü cəmiyyətdə ictimai etimadın formalaşmasına xidmət edir. Hər bir böyük şəxsiyyətin arxasında bir müəllim dayanır. Amma o müəllimi unudulmaz edən təkcə öyrətdiyi qaydalar, düsturlar deyil, nümayiş etdirdiyi ləyaqət, göstərdiyi hörmət və qoruduğu sirlərdir. Və müəllim olmaq həm də məsuliyyət daşımaq deməkdir. Yəni şagirdlərin hüquqlarını qorumaqdan tutmuş, xidməti məlumatların məxfiliyinə qədər hər bir detal biz müəllimlərin peşəkarlığımızın göstəricisidir. Müəllimlərin etik davranış qaydaları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə 15 may 2024-cü ildə təsdiqlənmişdir. Bu qaydalar bütün növ təhsil müəssisələrində çalışan təhsil verənlərə şamil edilir. Və bu qaydaların yaradılmasında əsas məqsəd nədir bəs? Təhsil müəssisəsinin işgüzar, sağlam psixoloji mühitinin təmin edilməsi, həmçinin vətəndaşların təhsil müəssisələrinə, təhsil verənlərə etimadının artırılması, təhsil verənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsil verənlərin nüfusunun yüksəldilməsinə, həmçinin təhsil müəssisələrinin fəaliyyətinin səmərəliliyi, şəffaflığının artırılması və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. Və hər bir təhsil verənin qarşısına qoyulmuş etik davranış prinsipləri var ki, bu günləri etik davranış prinsiplərindən bəhs edəcəyik. 7 etik davranış qaydası var müəllimlər. 7 etik davranış qaydaları hansılardır? Qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad və 7-ci isə insanların hüquq azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət olacaq. İlk olaraq başlayaq. Birinci prinsipimiz, birinci etik davranış qaydamız olan qanunçuluq haqqında bəhs edək. Qanunçuluq deyəndə nə nəzərdə tutulur? Təhsil verən əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinə əməl etməlidir. Yəni, qanunçuluq dediyimiz zaman təhsil verənin qayda qanunla öz vəzifəsinin icrasından bəhs olunur. Məsələn, buna bir nümunə deyək. Müəllim imtahan nəticələrini yoxlayır. Bir valideyn gizli şəkildə müəllimlə görüşüb, ona pul təklif edir ki, övladının qiymətini artırıb, onu sinifdə yüksək nəticə göstərənlər sırasına salsın. Müəllim bu təklifi qəbul edir, rəsmi sənədlərdə saxta dəyişiklik edir, şagirdin qiymətini əsassız olaraq artırır. Baxın, bu zaman müəllim qanunçuluq etik davranış qaydasını pozmuş olur. Həm rəsmi sənədlərdə saxta dəyişikliklər etməsi, həm korrupsiya, yəni rüşvətə yol verməsi qanunçuluq prinsipinin pozulmasına gətirib çıxarır. Çünki biz dedik ki, vəzifəsinin icrası zamanı Azərbaycan Respublikasının qanunlarına, Konstitusiyasının tələb etdiyi qanunlara əməl etməlidir. Və burada biz deyirik ki, təhsil verən korrupsiyaya imkan verməməlidir. Və bu yol verilməz haldır. Burada da müəllimin korrupsiya, yəni rüşvət aldığı və saxta dəyişiklik etdiyi, sənədlərdə saxta dəyişiklik etməsi və şagirdin qiymətini əsassız olaraq artırması var ki, bu da qanunçuluğa ziddir. Burada müəllim qanunçuluğu pozur. Bununla bağlı bir çox nümunə deyə bilərik. Yəni məktəbdə baş verən hansısa bir qanun pozuntusunu bilməsi və bunu deməməsi, həmçinin qanuna zidd olan digər davranışların göstərilməsi də qanunçuluq prinsipinə aiddir. Ümumiyyətlə biz bilirik ki, etik davranış qaydalarının hər hansını birini pozduğu halda
təhsil verən 1 il müddətində təhsil verənin işinə xitam verilir. Bununla bağlı biz əvvəlki dərslərdə bəhs etmişdik. Eyni qaydada, yəni etik davranış qaydalarından hər hansı birini pozarsa müəllim 1 il müddətində işinə xitam verilir. Təbii ki, bu daha ağır bir vəziyyətdə baş verərsə. Bu qanunçuluq prinsipi idi. Müəllimin korrupsiyaya alması, rüşvət alması da qanunçuluğun pozulması deməkdir. Növbəti etik prinsipimiz hansıdır? Baxaq. Digər prinsipə keçməmişdən qabaq onu da bildirmişəm. Yəni ümumiyyətlə təhsil sistemində baş verən bütün o qaydalar var ki, həm məktəblə bağlı olan qayda qanunlar, həm də dövlətin müəyyənləşdirdiyi qayda qanunlar. Yəni hər bir halda bunlara zidd hərəkət edilməsi qanunçuluğun pozulması deməkdir. Məsələn, ola bilər ki, məktəb əmlakının mənimsənməsi olsun. Yəni müəllim rəhbərliklə və yaxud da hansısa başqa şəxslərlə birlik olub məktəb əmlakını mənimsəyirsə, bu da təbii ki, qanunçuluq olacaq, qanunçuluq prinsipinə əsaslanacaq. Daha sonra keçdik ikinci prinsipimizə, vicdanlı davranış etik prinsipi. Təhsil verən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə, səmərəli yerinə yetirməyə borcludur. Təhsil verən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Bəli, vicdanlı davranış dediyimiz zaman müəllimin öz işini peşəkar səviyyədə, keyfiyyətlə, səmərəli yerinə yetirməsidir. Yəni 1:45 dəqiqə mənə vaxt verilir, düzdür və bu vaxt ərzində mən dərsimi necə keçirəm? Yəni keyfiyyətlə keçirəmmi, səmərəli keçirəmmi, yoxsa bu 45 dəqiqə ərzində mən ancaq telefona baxım, öz şəxsi işlərimlə məşğul olum, uşaqlara dərsi izah etməyim və ya onlardan dərs soruşmayım, başa düşmədiklərini izah etməyim. Yəni bütün bu hallarda təbii ki, müəllim vicdanlılıq, yəni vicdanlı davranış prinsipini pozmuş olur. Amma müəllim də var 1:45 dəqiqə ərzində dərsi keyfiyyətli keçir. Mövzunu şagirdlərə hər tərəfli izah eləyir. Kimsə başa düşməyəndə onlara bir daha əlavə izahlar verir. Yəni dərsini son anına qədər səmərəli şəkildə dəyərləndirir ki, bu vicdanlılıq nümunəsidir həm də. Yəni ümumiyyətlə vicdanlılıq nümunəsi deyəndə əgər müəllimin şagird müəllimdə bir mərhəmət hissi, təkcə bu insanlara qarşı yoxdur, həmçinin heyvanlara qarşı da bir mərhəmət hissini gördüyü zaman və bu təbii ki, deyirik ki, həmişə müəllim nədir? Rol modeldir, nümunədir, düzdür? Canlı nümunədir və şagird baxır müəllimə, ondan o davranışları götürür nümunə kimi özünə. Bu da vicdanlı davranışa aiddir. Məsələn, nümunədə qeyd olunur ki, müəllim həftəlik dərs planını hazırlayarkən görür ki, bəzi şagirdlər mövzunu başa düşməyiblər. Rəsmi dərs vaxtı bitsə də əlavə məşğələlər təşkil edir. Bu vicdanlı davranışa aiddir. Yəni mən bir 45 dəqiqə ərzində görərəm şagirdlər dərsi başa düşməyib. Dərs bitsə də bir 10-15 dəqiqə əlavə saxlayaram ki, uşaqlara başa düşmədiyi məqamların üzərindən bir də keçim. Bu nəyə aiddir? Təbii ki, vicdanlı davranışa aiddir. Bunu müəllim etməyə də bilər. Yəni etməsə təbii ki, bu prinsipi pozmuş olur. Yəni buna bir nümunədir. Və yaxud da bir də belə bir əlavə bir nümunələr də qeyd edə bilərik ki, deməli hansısa bir müəllim deyək, tutaq ki, ibtidai sinif müəllimi bilərəkdən dərsini keyfiyyətli keçmir ki, uşaqlar dərsdən sonra hazırlığa onun yanına gəlsin. Bu da vicdanlı davranış prinsipi müəllimin pozduğunu göstərir. Yəni dərsini keyfiyyətli keçmir ki, yəni uşaqlar biraz geri düşsünlər, məcbur olsunlar ki, hazırlığa onun yanına gəlsinlər. Bu təbii ki, doğru bir yanaşma da deyil, doğru bir addım da deyil və bu da müəllimin vicdanlı davranış prinsipinə pozduğunu göstərir. Düzdürmü? Buna aid başqa nümunələr də təbii ki, deyə bilərik. Tutaq ki, müəllim görür ki, şagird hər dəfə eyni səhvlərə yol verir və deyir ki, narahat olma, yəni səhvini düzəltmir də, belə deyim, şagirdin. Müəllim şagirdin səhvini düzəltmir, narahat olmur bununla bağlı. Yenə də müəllim burada vicdanlı davranışı pozur. Əgər müəllim şagirdin səhvlərini ona izah etsə və yaxud da səhvlərini düzəltsə, düzgün yol, istiqamət göstərsə və ona yeni biliklər qazandırmağa çalışsa, bu vicdanlı davranışa düzgün
addımı olar. Yəni düzgün şəkildə yerinə yetirmiş olar. Bu isə vicdanlı davranışdır. Bura yenə də qeyd edirəm, müəllimin dərsi keyfiyyətlə keçməsi, bir özünün rəsmi o dərs vaxtının səmərəli şəkildə dəyərləndirilməsi və müəllimin bir şəxs kimi rol model, düzgün bir rol model olması, vicdanlılıq nümunəsi olması bu prinsipin xüsusiyyətləridir. Üçüncü prinsipimiz loyallıq etik davranış qaydasıdır. Loyallıq deyəndə sadiqlik də bir növ nəzərdə tutulur. Nə deməkdir loyallıq? Təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar qanunsuz fəaliyyət təbii ki, deyir, istisna olmaqla. Tənqidi ictimai mülahisələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Həmçinin təhsil verən öz fəaliyyəti ilə bağlı mediada, sosial şəbəkələr çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Deməli, burada nə demək istəyir? Yəni deyir ki, bir müəllim olaraq biz işlədiyimiz müəssisə haqqında, işlədiyimiz müəssisənin müəllimləri haqqında, rəhbərliyi haqqında, həmçinin digər təhsil müəssisələrinin müəllimləri, rəhbərliyi, həmçinin dövlət orqanları haqqında deyir. Yəni əsası yoxdursa, əsassız çıxışlar etməməlidir. Orada hansı ki qeyd olunur, qanunsuz fəaliyyət istisna olmaqla. Bu heç təbii ki, əgər həqiqətən də varsa belə bir hal, qanunsuz fəaliyyət, bu aid deyil. Amma qanunsuz fəaliyyət yoxdursa və mənim heç bir əsasım yoxdursa bununla bağlı, mən çıxışlar edirəmsə, bir növ qeybət kimi deyək də, çıxışlar edirəmsə, ictimai şəkildə başqa yerlərdə öz işlədiyim müəssisənin rəhbərliyini, müəllimləri və yaxud dövlət orqanlarını tənqid edirəmsə və tənqidi çıxışlar edirəmsə, bu loyallığın pozulmasıdır. Məsələn, tutalım, burada deyir ki, müəllim sosial şəbəkədə şəxsi hesabında yazır, məktəbdə dərs keçirən müəllimlər çox çalışmırlar, idarədə pisdir. Yəni heç bir əsas gətirmədən bu cür tənqidi çıxışlar etməsi təbii ki, bir müəllim üçün doğru bir addım deyil və yaxud da mən kollektivlə danışan zaman başlayıram Təhsil Nazirliyi haqqında heç bir, yenə də deyirəm, əsas gətirmədən tənqidi fikirlər söyləməyə çalışıram və yaxud da işlədiyim rəhbərlik haqqında rəhbərlik heç də düzgün idarə etmir, ancaq rüşvətlə məşğuldur, müəllimlərin dərs saatını kəsir. Yəni bu şəkildə ictimai şəkildə çıxışlar etməsi, tənqidlər etməsi bu loyallığın pozulmasına gətirib çıxarır. Deməli, bu oldu nə? Loyallıq etik prinsipi. Ümumiyyətlə, müəllim heç bir halda istər sosial şəbəkələrdə olsun, istər belə deyək də, başqaları ilə danışan zaman olsun, heç bir şəkildə bu loyallığı pozmamağı, yəni loyallığı gözləməlidir. Bu cür tənqidi çıxışlardan uzaq olmalıdır. Növbəti etik prinsipimiz mədəni davranış etik prinsipidir. Mədəni davranış etik prinsipi dediyimiz zaman nə nəzərdə tutulur? Təhsil verən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli, təmkinli olmalıdır. Təhsil verən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir. Təhsil verənin xarici görkəmi, geyimi, çalışdığı təhsil müəssisəsinin daxili intizam qaydalarına uyğun olmalıdır. Yəni hər bir məktəbdə ümumiyyətlə müəllimlərin müəyyən bir belə deyək də geyim belə deyək, qaydaları var ki, necə geyinməlidir. Təbii ki, həddən artıq abartılımı deyək, açıqmı deyək, təbii ki, bu şəkildə geyimlər düzgün deyil. Bu ən azından uşaqların, şagirdlərin diqqətini yayındıra bilər. Həmçinin kişi müəllimlərdə olsun, saçları, saqqalları, həmçinin təmizliklərinə diqqət yetirməsi, bax bütün bunlar mədəni davranışa aiddir. Yəni mədəni davranışda qeyd olunur ki, təhsil verən xarici görkəminə də diqqət yetirməlidir. Saçına, saqqalına, kişilər həmçinin geyimlərinə, qadınlar da həmçinin geyimlərinə, xarici görkəminə diqqət yetirməlidir. Onu ümumiyyətlə hər bir təhsil müəssisəsində daxili intizam qaydaları var ki, buna uyğun şəkildə geyimlərinə diqqət yetirməlidir. Həmçinin təhsil verən
səbirli olmalıdır, təmkinli olmalıdır, nəzakətli olmalıdır. Daha sonra mədəni davranışda var ki, təsir verən iradlara, tənqidi fikirlərə təhqir yox, tənqidi fikirlərə hörmətlə yanaşmalı, qəbul etməli və bunu dəyərləndirməlidir. Baxın, az öncə loyallıqda qeyd elədik ki, müəllim özü əsası olmadan heç bir rəhbərlik, təhsil müəssisəsi, dövlət orqanları haqqında tənqidi çıxışlar etməməlidir. Yəni müəllimin bu cür çıxışları, ictimai qiymət verməsi loyallığın pozulmasıdır. Amma müəllimə iradlar bildirildiyi zaman, tənqidi fikirlər deyildiyi zaman müəllim deyir ki, bunları düzgün dəyərləndirməlidir və hörmətlə yanaşmalıdır. Məsələn, deyir, dərsin sonunda bir valideyn müəllimə deyir: "Mənim övladım bu mövzunu başa düşməyib. Siz dərsi yaxşı keçməmisiniz." Müəllim valideynin iradını sakit və nəzakətlə dinləyir, lazım gələrsə əlavə dəstək yollarını təqdim edir. Yəni ola bilər, məsələn, həmkarımız gələr işimlə bağlı müəyyən iradlar bildirər ki, məsələn, şagirdlərlə davranışda məsələn buna diqqət yetir, və yaxud da dərsi keçərkən çalış məsələn bu yollardan istifadə et. Ola bilər ki, mənim özüm bunu görməyəm, özümlə bağlı səhvləri, amma kənardan həmkarım və yaxud da başqa biriləri bunu görsün və mənə bildirsin. Yəni deyir ki, bu iradlara açıq olmaq lazımdır və dəyərləndirmək, düzgün dəyərləndirmək lazımdır. Və yaxud da belə bir hal ola bilər ki, məsələn, yeni işə düzələn bir müəllim olar, daha təcrübəli bir müəllim həmin yeni işə düzələn müəllimə müəyyən yollar göstərər, istiqamətlər göstərər və yaxud da hansısa dərsdə boşluqlar buraxıbdısa, bu haqda fikirlərini bildirər ki, məsələn, növbəti dəfə bunu təkrarlamasın və yeni işə düzələn müəllim əgər bunu təmkinlə, səbirlə qəbul edir və bundan bir nəticə çıxarırsa ki, həqiqətən də bu belə ola bilər, mən üzərimdə işləyim, bu səhvlərimi düzəldim, bu mədəni davranışın göstəricisidir. Amma əgər sən mənə qarışa bilmərsən, mənim öz metodlarım var, mən özüm bilərəm kimi sərt reaksiya versəydi, bu isə mədəni davranışın pozulması demək idi. Yəni müəllim səbirli, təmkinli olmalı, iradlara, tənqidi fikirlərə açıq olmalı və düzgün dəyərləndirməyi bacarmalıdır. Həmçinin yenə də qeyd edirəm, müəllim xarici görkəminə də diqqət yetirməlidir. Hər bir halda, yəni istər kişi müəllimlər, istər xanım müəllimlər xarici görkəminə diqqət yetirməsi mütləqdir. Bu isə mədəni davranış etik prinsipi idi. Növbəti etik prinsipimiz qərəzsizlikdir. Qərəzsizlik nədir? Təhsil verən vəzifəsini yerinə yetirərkən deyir, qərəzsiz olmalı. Yəni irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dininə, əqidəsinə, ictimai və siyasi mənsubiyyətinə görə təhsil alanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Yəni istər şagirdlər olsun, istər həmkarları olsun, yəni heç və yaxud da digər təhsil prosesinin iştirakçıları olsun, ayrı-seçkilik etməməlidir, fərq qoymamalıdır. Təhsil verən deyir, özünün və ya maraqlı şəxslərin mənafilərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna deyir şərait yaratmamalıdır. Yəni başqa birisinin onun işinə gəlib müdaxilə etməsinə yol verməməlidir. Tutaq ki, mən sinifdə 6B sinifinə dərs deyirəm və biologiya müəllimi gəlir deyir ki, 6B-də oxuyan Muraddan heç xoşum gəlmir, heç də özünü aparmağı bacarmır. Mən cəza verirəm ona, hər dəfə sən də ona cəza ver. Mən də o həmin müəllimin sözü ilə əgər həmin şagirdə cəza versəm, qiymətində müəyyən bir dəyişiklik etsəm, aşağı salsam qiymətini, təbii ki, qərəzsizlik prinsipini pozmuş olacam. Yəni heç bir halda buna yol verməməliyəm ki, kimsə müdaxilə etsin mənim işimə. Bəlkə heç Murad məsələn mənim sinifimdə, mənim dərsimdə ağıllıdır, sakitdir, dərsini oxuyur, düzdürmü? Niyə mən həmin müəllimin sözü ilə şagirdin qiymətini kəsib qərəzli münasibət göstərim? Bu tamamilə yanlış bir addır. Həmçinin müəllim şagirdləri arasında qız, oğlan, cins fərqi qoymamalıdır. Varlı, kasıb fərqi qoymamalıdır. Yəni heç bir halda müəllim ayrı-seçkilik etməməlidir. Ayrı-seçkilik etdiyi zaman təbii ki, qərəzsizlik etik prinsipini pozmuş olacaq.
Məsələn, nümunəyə baxaq. Sinifdə dərs zamanı müəllim qrup tapşırığı verdi. Aysel, Murad və Rəşad fərqli qruplarda yerləşdirildilər. Müəllim hər bir şagirdə eyni diqqəti göstərdi, hamıya söz verməyi təmin etdi və tapşırığı qiymətləndirərkən yalnız işin düzgünlüyünə baxdı. Dərsin sonunda bütün qruplar tapşırığı bitirdi və heç bir şagird özünü kənarda qalmış hiss etmədi. Yəni müəllim heç bir şagird arasında fərq qoymayıbdı, ayırmayıbdı. Yəni hamıya necədirsə, o şəkildə yaxınlaşıbdı, o şəkildə söz haqqı veribdi ki, burada artıq heç bir halda ayrı-seçkilik yoxdur və bu da gərəksizlik prinsipinin gözlənildiyini göstərir. Deməli, gərəksizlik dediyimiz zaman yadımızda yenə də saxlayırıq, bərabər imkanların qoyulmasıdır, ayrı-seçkiliyə yol verilməməsidir. Növbəti etik prinsipimiz ictimai etimaddır. İctimai etimad deyəndə deyirik ki, təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Təhsil verən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Təhsil verən çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru, dürüst məlumatlar almasına köməklik göstərməlidir. Deməli, burada nə demək istəyir? Biz dedik ki, müəllim təbii ki, nümunədir. Müəllim öz nüfuzunu möhkəmləndirməli, öz adını, şərəf, ləyaqətini uca tutmağı bacarmalıdır və müəllim deyir ki, etik davranış qaydasını pozduğu halda tez bir zamanda onu bərpa etməyi də bacarmalıdır. Məsələn, belə deyək, mən valideyn iclası keçirirəm, valideynlər gəlib, amma özüm yarım saat, 30 dəqiqə iclası gecikirəm. Bu artıq bir hörmətsizlik kimidir, düzdür? Əgər mən bunu anlayır və bunu üzr istəyir və bu etimadı bərpa etməyə çalışıramsa, bax bu ictimai etimad olacaq. Yəni hansı ki, orada qeyd olunur ki, etik davranış qaydasının onun tərəfindən pozulmasını aradan deyir qaldırmalı və yenidən o etimadı bərpa etməyə çalışmalıdır. Və yaxud da deyir, təhsil verən deyir çalışdığı müəssisənin rəhbərliyin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən olmuş hallarda və qaydada doğru deyil məlumatlar almasına kömək göstərməlidir. Məsələn, nümunədə qeyd olunubdur, valideynlərdən biri sosial şəbəkədə təhsil müəssisəsi haqqında düzgün olmayan bir məlumat paylaşır. Müəllim dərhal məktəb rəhbərliyi ilə əlaqə saxlayır, valideynlə danışaraq vəziyyəti izah edir və məlumatın düzgün formada paylaşılması üçün məktəbin rəsmi kanallarından yazılı açıqlama göndərir. Bundan sonra sinifdə və valideynlər arasında məktəbə və müəllimə olan hörmət və etibar qorunur. Həmçinin müəllim də öz davranışı ilə öz adını, təhsil müəssisəsinin nüfuzunu qorumuş olur. Deməli, media dediyimiz zaman nə nəzərdə tutulur? Ola bilər ki, hansısa bir şəxs, valideyn ola bilər və yaxud da başqa biri ola bilər. Sosial mediada bizim çalışdığımız müəssisə rəhbərliyi, oranın iştirakçıları haqqında yanlış məlumat, xəbər yaydığını görə. Yəni deyir ki, belə olanda müəllim bunu görəndə buna laqeyd yanaşmamalıdır. Dərhal nə etməlidir? Bunun qarşısını almağa çalışmalıdır. Həmin o deyir media subyektlərini düzgün yönləndirməlidir ki, yəni bu doğru məlumat deyil, doğru olan bu şəkildədir. Yəni bunu düzəltməyə çalışmalıdır ki, bu etimadı da nə etsin? Qorumağı bacarsın. Bu nəyə aiddir? İctimai etimad etik prinsipinə aiddir. Yəni burada dürüstlük var, düzdür? Yəni hər bir halda bu etik etimadın qorunması tələb olunur. Yaxşı, keçdik növbəti prinsipimiz, 7-ci və son prinsipimiz insanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət prinsipidir. Bunun içərisində konfidensiallıq da daxildir, yəni məxfiliyin, gizliliyin qorunması da daxildir. Baxın, deyir təhsil verən insanların, yəni bu şagird, valideyn, həmkarımız da ola bilən, hüquq və deyir azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməlidir və bu kimi hərəkətlərə yol verməməlidir.
Həmçinin deyir, təhsil verən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, vəzifəsinin icrası ilə bağlı təhsil alanların, onların valideynləri və digər qanuni nümayəndələrin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini, konfidensiallığını təmin etməlidir. Və təhsil verən vəzifəsinin icrası ilə bağlı olan məlum olan xidməti məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünü və digər şəxslərin mənafeyi üçün istifadə etməməlidir. Deməli, biz burada nə ediriksə edək, gizliliyi qorumalıyıq. Bir valideyn gələr mənə hansısa bir məlumat verər, şagird gələr mənə hansısa şəxsi həyatı ilə bağlı məlumat verər və yaxud elə həmkarımız gələr şəxsi həyatı ilə bağlı mənə məlumat verər. Mən sir kimi saxlamağı bacarmalıyam. Yox, əgər həmkarımın mənə dediyi məlumatı mən gedirəm müəllimlər otağında, digər müəllimlərin yanında da deyirəm. Demək, mən nə edirəm? Məxfiliyi, konfidensiallığı pozuram. Və yaxud da valideyn övladı haqqında mənə məlumat verir, amma deyir ki, bunu heç kim bilməsin sinifdə. Mən isə valideyn iclası keçirirəm və sinifdə hamının yanında valideynin dediyini səsli şəkildə bildirirəm. Bu zaman müəllim məxfiliyi, gizliliyi də qoruyur və həmçinin o müəllim, şagird, valideyn üçlü münasibəti var ki, bunu da pozmuş olur. Və yaxud da şagird gəlir, şəxsi həyatı barədə bir məlumat verir, xəstəliyi ola bilər, ailə vəziyyəti ola bilər, bu haqda məlumat verir və müəllim bir gün həmin şagird dərsdə olmayanda digər şagirdlərin yanında həmin şagirdin verdiyi məlumatı paylaşır. Yenə də müəllim nə etmiş olur? Gizliliyi, məxfiliyi pozmuş olur. Bu zaman həmin şagirdin də hüququnu pozmuş olur. Onun şərəfə, ləyaqətinə toxunmuş olur. Tutaq ki, mən hansısa həmkarımın mənə dediyi bir məlumatı və yaxud da onun haqqında gizli olan bir məlumatı bilirəm və bunu gəlirəm ictimai şəkildə müəllimlərin yanında bildirməyə, qeyd etməyə, onlara danışmağa. Bu zaman mən həmin müəllimin işgüzar nüfuzunu da ləkələyə bilərəm, düzdür? Bax, bu kimi hallara müəllim yol verməməlidir. Hər bir halda konfidensiallığı, məxfiliyi qorumağı bacarmalıdır. Gəlin nümunələrə baxaq. Müəllim birinci nümunədə qeyd olunur. Müəllim şagirdin ailəsində ciddi maddi çətinlik olduğunu və valideynlərin boşanma ərəfəsində olduğunu öyrənir. Müəllim bu məlumatı yalnız şagirdin dərslərindəki geriləməni izah etmək üçün məktəb psixoloqu ilə məxfi şəkildə bölüşür. Digər müəllimlərə və valideynlərə bu barədə heç nə demir. Baxın, bu nümunədə müəllim bu prinsipi gözləyir. Burada məxfilik, gizlilik gözlənibdir. Psixoloqa deyir, amma məxfi şəkildə bölüşür. Yəni bunu deyir ki, məsələn, belə bir şagird var, amma şagirdin adını demir. Sadəcə olaraq deyir ki, şagirdlərimdən birində vəziyyət belədir. Yəni bunu psixoloqla danışır və ondan məsləhət almağa çalışır. Amma heç bir halda şagirdin adını demədən, ifşa etmədən. Bax, bu nədir? Konfidensiallığın gözlənilməsidir. İkinci nümunəyə baxaq. Məktəbdə yeni təyin olunmuş gənc müəllim dərs zamanı metodiki səhvə yol verir. Təcrübəli həmkarı bu səhvi tənəffüsdə kənar şəxslər olmadan gənc müəllimin özünə deyir və düzgün yolu izah edir. Beləliklə, gənc müəllimin şagirdlər və kollektiv qarşısında işgüzar nüfuzu qorunur. Görürsünüz, əgər həmin müəllim gördüyü o səhvi gedib ictimai şəkildə bir 3-4 müəllimin arasında qeyd eləsəydi, bu həmin gənc müəllimin də işgüzar nüfuzuna təsir etmiş olacaqdı və beləliklə müəllim məxfiliyi də pozmuş olacaqdı. Üçüncü nümunəyə baxaq. Pedaqoji şurada bir şagirdin məktəbdən kənarlaşdırılması və ya intizam tənbihi alması müzakirə olunur. Müəllim bu iclasda danışanları məktəb sirri kimi saxlayır və heç bir kənar şəxsə, hətta öz ailə üzvlərinə belə danışmır. Baxın, yenə də rəhbərliyin verdiyi pedaqoji şurada bir şagirdin haqqında bəhs olunur, müzakirələr olunur, amma bu orada da qalır. Yəni nə bunu başqa şagirdlərin yanında, müəllimlərin yanında və yaxud da kənar digər şəxslərin yanında heç bir halda müzakirə etmir. Yəni bu bir məktəb sirri kimi saxlayır. Burada da nədir? Konfidensiallığın, gizliliyin qorunması var. Yəni konfidensiallıqla bağlı, yəni düzgün, doğru yanaşmalar odur ki, şəxsi həyata hörmətdir, ailə sirlərinin və ya şagirdin sağlamlıq haqqında olan sirlərin qorunmasıdır.
Və yaxud da, işgüzar nüfuzu qorumaq da həmkarlarının və yaxud da məktəbin nüfuzuna xələl gətirməmək, yəni bu barədə, yəni işgüzar nüfuzunu qorumaq, və konfidensiallığı qorumaqdır. Təbii ki, müəllim əgər şəxsi məlumatları yayarsa və yaxud da həmkarları haqqında şayələr yayaraq alçatmağa çalışarsa, və yaxud da məktəbin o deyir daxili sənədləri və yaxud da digər gizli olan məlumatları başqalarının yanında qeyd edərsə, təbii ki, bu da nədir? Konfidensiallığın, məxfiliyin pozulmasına gətirib çıxarır. Deməli, etik davranış qaydalarımız, müəllimlər, bunlar idi. 7 etik davranış qaydalarımız var. Hər birisi haqqında bəhs elədik. Təbii ki, təhsil verənlərin xidməti davranışları da olur. Məsələn, təhsil verən təhsil müəssisəsi ərazisində siqaret çəkməməlidir. Həmçinin təhsil verən dövlət əmlakından şəxsi maraqları üçün, habelə xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir. Daha sonra təhlükəsiz, sağlam mühitin qorunmasını təmin etməlidir təhsil verən. Təhsil verən xidməti davranışlarında nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir və davamlı peşəkar inkişafını təmin etməlidir. Korrupsiya hallarına yol verməməlidir. Məsələn, heç kimdən hər hansı bir formada hədiyyə olsun, bəxşiş olsun, ödəniş olsun, yəni tələb etməməlidir və yaxud da verildiyi zamanda qəbul etməməlidir. Təbii ki, bu korrupsiya ilə bağlı olan qayda qonaqpərvərliklə bağlı və dəyəri korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu halları, yəni yuxarı deyilsə, yəni aşağı nəzərdə tutulubsa, bu hallar şamil edilmir təbii ki, amma digər bir hallarda təbii ki, daha bahalı hədiyyələr olsun, yüksək məbləğdə pulların verilməsi olsun. Bunlar təbii ki, korrupsiya halının baş verməsidir və təbii ki, müəllim təhsil verən xidməti davranışında korrupsiyaya yol verməməlidir, imkan verməməlidir. Və həmçinin şagirdləri də korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməyi bacarmalıdır. Və təbii ki, etik davranış qaydaları zamanı müəllim nəyə diqqət yetirməlidir? Yəni müəssisə rəhbərinin təhsil müəssisəsi ilə bağlı müəyyən etdiyi təbii ki, qaydalar var. Bu qaydalarla tanış etməlidir və müəllim bu qaydalara da düzgün şəkildə əməl etməyi bacarmalıdır. Həmçinin təhsil verən xidməti davranışları zamanı keyfiyyətli, səmərəli dərslərini keçməlidir. Üzürsüz səbəbdən işdən yayınmamalıdır. Yəni bu kimi hallara diqqət yetirməlidir. Həmçinin təhsil verən sosial media hesablarında özünə işlədiyi müəssisələrin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və yaxud da video materiallar, təsvirlər paylaşmamalıdır. Bunlar da təhsil verənlərin xidməti davranışları ilə bağlı olan qısa məlumatları idi. Bugünkü dərsimiz müəllimlər bu qədər. Etik davranış qaydaları idi. Yenə də qeyd edirəm, bu etik davranış qaydaları son olaraq 2024-cü ilin 15 mayında yenilənmiş şəkildə təsdiq olunmuşdu.